Yenidən doğuş, həyatın səfəri çox uzun illər əvvəl dağların, çayların və meşələrin kollarına sarılmış, qədim ənənələrin və unudulmuş nağılların hələ də ürəklərdə yaşandığı bir diyarda yenidən doğuş, həyatın səfəri adlı bir nağıl başlayırdı. Bu diyarın sakinləri üçün hər yeni gün yalnız bir başlanğıc deyil, həm də keçmişin dərslərini, hər kədərin arxasında gizlənən ümid dolu mesajları və itkilərdən sonra doğan yeni başlanğıcları xatırladan bir işıq idi. Hekayəmizin qəhrəmanı Elvin, kəndin dar daş küçələrində, səmimi ailə evlərində və hər küncdə nəsillərin öyrətdiyi hikmətlə böyüyən bir gənc idi. Uşaqlığından bəri nənəsi ona hər kəsin içində gizli bir işıq var, o işıq sənin qəlbinin sədasıdır. Onu tapmaq üçün öz hissəsini dinləmək lazımdır, deyərdi. Bu sözlər Elvinin ruhuna dərindən işıq salmış, ona həyatın əsl mənasını kəşf etmək üçün öz içindəki səsi eşitmək arzusunu bəslətmişdi. Lakin son illərdə kənddə artan quraqlıq, iqtisadi çətinliklər və zamanın sərtliyi insanların ümidlərini soldurur, qəlblərdə acı və kədər toxumları əkirdilər. Bir gün Elvin kəndin kənarında yerləşən, uzun müddətdir kimsənin addım basmadığı unudulmuş bir evin yanında dayanaraq qapının arxasından gələn zəif bir səsi eşitdi. O, tərəddüd etmədən qapını açdı və içəri girdikdə onu nəsillərin ötürdüyü min illərin xatirələrini, sevinclərlə kədərin, itkilərlə ümidin bir araya gəldiyi otaq qarşıladı. Divarlarda köhnə əlyazmalar, şəkillər və illərin ağırlığını üzərində daşıyan nağıllar asılmışdı. O otaqda tozlanmış bir dəftər fərqin diqqətini cəlb etdi. Dəftərin səhifələri saralmışdı, lakin hər kəlmə sanki dərin bir melodiyanı, hər kədərin, hər itkin arxasında doğan ümidin notalarını söyləyirdi. Elvin dəftəri diqqətlə açdı və aşağıdakı sətirlərlə qarşılaşdı. Qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcəyin ümid dolu notlarını daşıyır. Hər kədər, hər itki, bunlar ruhunun qanadlarıdır. Onları qucaqlayıb, hər anı, hər duyğunu yaşa, çünki həyat sənə hər zaman yenidən doğmağın və ümidlə irəliləməyin imkanını verir. Bu sətirləri oxuyan Elvinin ruhu sanki uzun müddət qapanan bir qapı açıldı. O, anladı ki, həyatın əsl sirri yalnız maddi uğurlarda və gündəlik işlərdə deyil, həm də insanın öz içində, qəlbində gizlənmiş, eşidilən o səsdədir. O andan etibarən Elvin yalnız öz hissəsini dinləməklə kifayətlənməyib, bu səsi tapmaq və onu bütün insanlarla paylaşmaq arzusuna qovuşdu. Beləliklə, o, öz səyahətinə davam etmək üçün kəndin tanınan yollarından uzaqlaşdı və təbiətin qollarına, dağların, meşələrin və çayların arasına doğru addım atdı. Yol boyu o, ulduzların səmada rəqs etdiyi, quşların nəğmələrinin eşidildiyi və küləyin hər kədərin arxasında bir ümid var deyən sədasını hiss edirdi. Hər addımında daşların arasından süzülən günəş işığı ona keçmişin unudulmuş nağıllarını, hər itkinin arxasında doğan yeni başlanğıcların sədasını çatdırırdı. Elvin öz hissəsini dinlədikcə hər çətinliyin, hər kədərin arxasında yeni bir dərs olduğunu, hər itkidən sonra doğan ümidin insan ruhunu necə gücləndirdiyini dərk edirdi. Səyahəti zamanı Elvin bir çox çətinliklərlə üz-üzə gəldi. Dağ yolları bəzən uzundur, torpaq çatlamış və quraq idi, meşələr isə öz sirləri ilə dolu idi. Lakin hər dəfə o, öz hissəsini dinləyərək, hər çətinliyin arxasında yeni bir ümid, hər kədərin sonunda yeni bir başlanğıc var deyərək irəlilədi. Bir dəfə uzun və yorucu bir dağ yolunu keçərkən, o, sərin bir bulağın kənarında dayanıb axan suların sədasını dinlədi. Bulağın suyu o qədər şəffaf idi ki, o, öz əksini görərək, hər damla suda min illik nağıllar, hər şırıltıda itkilərdən sonra doğan ümidin sədası var deyə düşündü. Bu səs ona, biz yalnız öz hissəsimizi dinləsək, həyatın ən böyük sirrini, ümidin və sevginin sədasını, kəşf edərik mesajını çatdırdı. Yolçuluğu zamanı Elvin müxtəlif kəndlərə, şəhərlərə səyahət etdi və orada yaşayan insanlarla, onların hekayələri ilə tanış oldu. Hər bir məkanın özünə məxsus ənənəsi, nağılı və dərsi var idi. Bir kənddə yaşlı bir qadın ona dedi, əzizim, həyat yalnız qazandıqlarımızla ölçülmür. Hər itki, hər kədər sənin üçün yeni bir başlanğıc, yeni ümidlər bəxş edər. Biz yalnız ürəyimizin səsini dinləsək, hər çətinliyin arxasında gizlənən dərin hikməti anlaya bilərik. Bu sözlər Elvinin ruhunda yeni bir işıq oyatdı və o, artıq anladı ki, həyatın əsl mənası yalnız öz içimizdə gizlidir. O, hər kədərin, hər itkin arxasında doğan ümid və hər sevincin sonunda gizlənən yeni başlanğıcların qiymətini dərk edərək öz səyahətini davam etdirdi. Nəhayət, uzun və dolu səyahətindən sonra Elvin kəndə qayıtdı. Qayıtdığı zaman o, artıq yalnız bir gənc kimi deyil, həm də həyatın sirlərini, keçmişin hikmətini və gələcəyin ümid dolu mesajını daşıyan bir şəxsə çevrilmişdi.
Kənd sakinləri onun üzündəki dərin düşüncələri, gözlərindəki parıltını gördülər. Onlar Elvinin səyahətindən və öyrəndiyi hikmətdən danışan, onun hissəsini necə tapdığını və hər çətinliyi sevgi, inam və ümidlə aşdığını böyük maraqla dinləyirdilər. Bir axşam kənd meydanında böyük bir toplanış təşkil olundu. Ulduzların parlaqlığı altında odun sobasının ətrafında toplaşan insanlar Elvinin danışdığı hekayələri, dəniz, dağ, meşə və bulaq sədalarının içində eşidilən o dərin mesajları dinləmək üçün bir araya gəldilər. Elvin sakit, lakin güclü səs tonu ilə belə başladı. Əziz dostlar, hər kəsin içində eşidilən o səs həyatın ən böyük sirridir. Biz yalnız öz hissəsimizi dinləsək, hər kədərin, hər itkin arxasında gizlənən dərsi anlaya və gələcəyin ümid dolu işığını qəlbimizdə daşıya bilərik. Həyat yalnız qazandıqlarımızla deyil, həm də itirdiklərimizdən sonra necə yenidən doğduğumuzla ölçülür. Gəlin, hər çətinliyi sevgi və inamla qarşılayaq və hər kədərin arxasında gizlənən yeni bir başlanğıcın olduğunu xatırlayaq. Bu sözlər meydandakı hər kəsin qəlbində dərin izlər buraxdı. Artıq insanlar yalnız gündəlik sıxıntılarla deyil, həm də öz hissəsini tapmağa, keçmişin hikmətindən ilham alaraq gələcəyə ümidlə baxmağa can atırdılar. Kəndin hər küncündə, hər evdə, hər ailənin qəlbində yeni ümid toxumları əkildi, hər kədərin arxasında yeni bir başlanğıc yarandı. Zaman keçdikcə Elvin öz səyahətinin öyrətdiyi dərsləri və topladığı nağılları bir kitab halına gətirməyə qərar verdi. O, Ümidin Ruhu, Sonsuz Səyahət adını verdiyi bu əsərdə yalnız fiziki səyahətimi deyil, həm də ruhi, daxili səyahətimi, öz hissəsini dinləyərək həyatın bütün rənglərini, duyğularını və notlarını necə bir araya gətirdiyimi təsvir etdi. Kitabın hər səhifəsində oxuculara həyatın hər çətinliyinin, hər kədərin arxasında doğan ümidin mesajı xatırlanır, hər itkidən sonra doğan yeni başlanğıcın dəyəri vurğulanırdı. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq yarandı. İnsanlar kitabın hər bir notunda öz həyatlarından, itkilərindən və ümid dolu arzularından bir parça tapırdılar. Məktəblərdə, ictimai toplantılarda və ailə yığıncaqlarında Ümidin Ruhu, Sonsuz Səyahət sətirləri hər kəsə həyatın ən böyük sirrini, öz hissəsini eşitmək, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham almaq xatırladırdı. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbində doğan o səsi eşidərək həyatın bütün çətinliklərini sevgi və inamla aşır, yeni ümidlərlə dolu addımlar atırdı. Beləliklə, Ümidin Ruhu, Sonsuz Səyahət adlı bu hekayə yalnız Elvinin fərdi səyahətini və öyrəndiyi hikməti əks etdirmir, o, həm də bütün bir cəmiyyətin, hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o dərin səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs, qaranlıq gecələrin sonunda, ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə, həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək, öz nağıllarımızı və əbədi macəramızı yazırıq. Bu bizim əbədi səyahətimizdir. Hər kədərin, hər itkin arxasında doğan yeni bir ümid, hər çətinliyin sonunda parlaq bir başlanğıc bəxş edən, dərin hikmətin, unudulmuş nağılların və öz hissəsinin əbədi melodiyasını daşıyan nağıldır. Həyatın ən böyük sirri yalnız yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz yalnız ona qulaq asdıqca, hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inam və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin, çünki hər addımda, hər dalğanın sədasında, hər qəlbdə doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Bu bizim, bütün bir cəmiyyətin və hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edən əbədi macəramızdır.